Salam kanalımıza ve yeni videomuza hoş geldiniz. İnşallah qəlbiniz çox yaxşısınız. Sağ olsun İsmail tezdən bizi durğuzdu, oyatdı. Sonra da qışqırdı, Amir oyatdı. Əslində İsmail Amir oyatmaz, Amir yatar. Sadəcə qışqırır, edir, Amir də durur. İndi bugün bibimcilə gedəcəyik Sumqayıta. Cəmlə bibimcilər. Elə hey deyir ki, sən bizə gəlmirsən, ona görə bugün gedəcəm ona. Görə tezdən durduq. 9'un yarısı deyildi. Dedim uşaqlara tez bazar yemək hazırlayayım. Amirə belə banan əzdim. Bir də cerkules pişirdim. Burada. Balaca qabım şeydi. Balaca qabım kirliydi. Bir tadı yumadım. Dedim bunu da pişireyim. Heç nə olmaz. İsmail'e de yumurta koymuşam. Yumurta qaynadım. O da yumurta yesin. Sonra tez çıxaq gedək. Yoxsa sonra deyir ki, yatırsız gün orta gəlirsiniz bizə. Bir də məndən tez vlog istəyən xanımlar var. İnanın, bilirsiniz necə? Mən həmişə Amir olmamışdan qabaq harasa gedirdim, eləyirdim və yaxud nəsə olurdu, mən qəşəng vloglar çəkirdim. Amma indi heç yerə getmirəm, ancaq evdəyəm, körpə uşaqla. Nə qədər eyni videoları çəkim, ancaq eyni evi yığışdırım. Bir şeydən sonra adam artıq bezir ki, eyni şeye baxıram, heç fərqli bir şey yoxdur. Onun üçün çayı dəmlədim, onun üçün yəni maraqlı bir şey olanda çəkirəm. İnşallah Amir biraz değilsin, həm də qışdır, heç yerə getmirik yaxın. Maraqlı alınmır vlogları. Baxıram köhnə vloglara, bir də yeni vloglara. Görürəm ki, arada çox fərq. Baxıram ki, arada çox fərqlər var da. Yəni istədiyim kimi alınmır vloglar. Ona görə də yəni maraqlı bir şey olduqca çəkirəm. Baxın, indi məsəl üçün belə debdən, köşədən təmizləyəndə onu çəkirəm. Yoxsa başqa vaxt eyni şeyləri çəksəm, təbii ki, hamı bezəcək. Sonra da kanaldan çıxacaqlar. Ona görə. Amirə yeməyi hazır. Belə. İndi Amirə yedizdirərik. Bir də Amirə çay almışam belə. Aydı. İsmail'in de burun axması dayanmır. Amir su içmir. Artıq 6 aydan keçib də 7 ay. Nə qədər edir su içmir. Biraz qənd atırıq, yenə içmir. Ona görə ona belə bir çay aldım. Çirdək çay. Biraz içdi. Amma çox az, 20 qram falan içdi. Qalan su içmədi. İndi yavaş görüm artıq bilsə bu çaydan verəcəm. Dadı o qədər şirindir ki. İçində yablika var. Yəni alma, melisa çayı, bir də Libovi Svet deyən nanədir ya da nanə cövhərdir. Bilmirəm dəqiq onun hansıdır. Belə onu da göstərmək istədim. İndi Amir'i yedizdirim, İsmail'i yedizdirim. Sonra nə eləsin, məni çəkərəm. Uşaqların yeməyi soyuna kimi mən bu qabları boşaldım tez. Çünki işimiz qalmasın da, gələndə evimiz təmiz olsun. Şimdi onsuz da yemək yiyəcəyik. Keçin o tərəfə. Nə? Bu, Maşındır da. Mama bu təkəri böyle. Görmürsən təkərini? Ha. Heç nə olmaz. Ha? Heç nə olmaz, qırılır. Baxın. Onu təkəri. Niyə qırdın bəs onun təkərini sən? Ha? Niyə qırdın bəs onun təkərini sən? Ha? Niyə qırdın deyirəm bəs təkərini? Sən qırdın? Kim qırdı isə? Mama. Səma qırdı? Yox. Kim Şey, qırdı? şey. Zeyt qırdı. Ha. Sen onu yedirəsən. Kimi öldürərəm? Yedirir. Zeyt, yox, Zeyt qəşəng, balacadır, o hissi qanmır. Nə? Ala düzəltdim. Nə?
O balacadır. 1 yaşı var, eləmə. Haydi. Yox, eləmə. Mama. Haydi. Eləmə, ömrüm. Dünən Elçin bir bizə gəlmişdi. İsmail onu deyir. Maşının qırıb Zeyd. Bir də İsmail döymək yerinə öldürmək deyir. Məsələn, deyir ki, səni döyərik də. Məsələn üçün, belə ki, səni döyəcəm. Mənə deyir, bizə deyir ki, sən məni öldürəcək. Böyle fərqli şeylərdir. Yaxşı. Mən tez bu qabları yığım gəldim. İsi. İsi də yanındadır. Birinci Amiri yedizdirək. Hə? İsi. Cəbə tut. Oba. Balamın da yumurtası buradadır. Benim yumurtasından da yesin. Aferin sənə İsi. Amir de yesin, olmaz Amir. O sənin deyil. Amir. Mama ayağa kaldı. Ayağın qaldı. Aferin sənə İsi. Amir yesin. Aferin balama. Yenileme. Nə deyəcək? Cəmlə nənəni sən nə alsın? Makarna. Makaron olsun sənə. Ha? Makaron olsun sənə. Yok, işte makarna. Bəs nə istəyirsən? Şal. Şar olsun. Yaxşı, başqa? Mayona. Marojna. Şal. Mayona. Şarla marojna alsın sənə. Bəs Amirə nə alsın? Panda. Panda alsın Amirə. Ha. Amir neydir panda? Uyanı. Oynamır axı Amir oyuncaqla hələ. Ha? Amir oynamır axı oyuncaq. Pandanı soxacaq ağzına. Ha? Soxacaq ağzına panda. Ha? Ağzına soxacaq pandanı. İsteyi. İstəyir. Hə. Sən soruşdun Amirdən. Bu sənindir. Yeyirsən ondan Ha? ona. Yeyirsən verim. Yok. Benim var. Sənin var. Hə. Sən yumurta yeyirsən. Amir də Gerkules yeyir. Belə, mənim uşaqlarım videonu gözləyirmiş. Videonu söndürən kimi nə Amir yedi, nə İsmail. İsmail də yumurtası qaldı burada, çıxdı getdi. İndi dedim ki, tez Amir'i yedisəm. Ay la diskila. Haydi. Diski. Böyle hamla şulan paltarlarını falan yırttım. Önünü götürdüm çoxlu. Bir de Amir'in yemeğe kabak qazadı var. Onu götürdüm ki gün orada Amir'in yemek pişirim. Bir de şulan paltarlarını götürdüm. İndi giyindirim onları qaynanamda. Benim de şey giyinir. Yemek yiyir. O da yemeği yesin gedək. Böyle çıxdıq gedirik. Yine çekmek istedim. Evden çıxanda, ama evden çıxan elə hay-küylə çıxırıq ki, Allah uzaq eləsin. Elə bir ki, nə olub, qaç-qaça düşürük. İndi gedirik. Gedək, ora çatanda yenə çəkəlim. Belə, gəldik, çıxdıq. Amirlə nənəsi qaldı evdə. İndi nənəsi İsmail aparır mağazinə. Keşək bizə bir taksi gətirdi, yolda gördük, sağ olsun. Çox, bura əslində 7 manata zada gəlir. Amma biz 3 manata bura gətirdi, çox sağ olsun. Allah razı olsun. Həyatda belə yaxşı insanlar görəndə doğrudan həqiqətən adamın ürəyi açılır. O qədər gözəl insan idi, çox qədər gözəl insan idi. Allah hər zaman qarşısına yaxşı işlər, yaxşı insanlar çıxarsın. Belə, burada Ordubaddır. Ordubad market. Dilek görək nənəsi isə bəyə nə alır? Nənə sənə aldı isi? Nənə sənə aldı? Sonra nə aldı? Onu aldı. Telefon aldı. Bəlkə yerə düşməz. Belə xanım gəldik. İsmail Nəzibdən də oyuncaq aldı, özü istədi.
Yani banan aldı, yarısını yarısı kaldı. Sonra bundan aldı. Bundan koştu, sok aldı. Buna Amir için aldım. Böyle bir şeydi, hamısı bir yerde. 2 manata getiydi deyəsən. Bir şey yeməklərini atmaq üçün aldım. Bir de böyle bir özüme bir şey aldım. Şöyle falan aldık. Bir de portakal da almıştım, mandalina. Onları, haydi. Onları gizlətmişik İsmail görməsin. Eləməyin aşkım. Eləmə də ayağını çək. Şu an niyə ayağı qoymuşsan başına? Bu da orada İsmail şey yiyir. Yox deyir. Televizora baxırlar. Amir daha çok İsmail'in yediğine baxır ki, mənə də versin yiyir. Belə. Belə uşaqları da yatızdırdım. Amir burada yatdı. Yadımdan çıxıb papağanı qoymamışam. Ona görə belə başım verirəm ki, yatsın burada. İsmail de burada yattı. Burada da aş pişirdi digilerim. Biri orada, biri de burada. Kırmızı pomidor da açtı. Şimdi uşaqlar yatmışken yiyək. Onlar duran imkan verməyəcək. Tez bazar Amirə də yemək pişirmişdim burada. Növbəti gündən hər birinizə salam xanımlar. Dünən yenə çəkməmişəm. Demişdim ki, qaldığım yerdən davam edəcəm. Nə eləsəm çəkəcəm. Amma çəkmədim. Dünən çünkü səbəbim var idi. Çünkü dünən video editlədim, video paylaşdım YouTube'da onun üçün. O yorumda ona görə yazılıb ki, yazılmışdı ki, bacım deyir ki, nə yazsam çəkəcəm, amma çəkmək yadımdan çıxır. Doğrudan çəkmək yadımdan çıxır. Amma ki, indi durdum tezlənə. Saat 9'da. Uşaqlarım tez, baxın, 2, 3. İkisi yuyulacaq, biri də indi attım yuyulmağa. O yuyulsun, İsmail'in ağ paltarı, sonra Amir'in ağ paltarı, sonra da ikisinin qara qarışıq paltarlarını yuyacağım. Orada İsmail'in ağ paltarları falan da, onlar Amir'in paltarlarını yuya bilmirəm. Bilmirəm niyə ayırıram ikisinin də paltarını, elə yuyuram. Əlində çay qoydumsa, çay qaynasın, çay dəmləyim, uşaqlara yemək hazırlayayım, onlar da yesinlər. Sonra belə davam edərəm. Amir gerkoz pişirdim, İsmail'e de yumurta qayğanaq elədim. Yenə başlayayım, mənim smenim başladı bunları yetişdirmək. Amir də bir tane. Yiyirsən bunu da? Ne? Onu yiyirsən. Ne olar bir damcıdı bunu da ye. Yok. Yerdən içə qurdalanı. Get oyna gəlirim. Oyna buranı yığışdıracağım. Bunu yuyum. Yok. Onu koyuyor. Ya. O Amir oynasın hələlik. Ağlamasın. Ağlamasın. O oynasın da. Yok. Sən nə yapıyorsun? Ver oynatsın. Get sen oyuncaklarla oyna. Get. Get isi. O 2 dəqiqə oynasın, mən də buranı yığışdırım. İsmail. Get oyuncaq gətir Amirə, get. Get, dəymə də, ondan işin yoxdur sənin. O neyinirsən sən? Seç görək. Yoxdur, yoxdur. Gəl. Gəl, bir yerdəkiləri at içinə. Bunları at içinə. Biri qaldı. Biri qaldı.
bir də oyuncaq gətir oynasın. Get. Nəsə? Eləmə, dərs bunları mən yumuşam. Eləmə. Eləmə, eləmə. Nasıl? Neftal Get yok. oyuncaqlarınla oyna da. Neftal yok. Ya bak. Pencere açmışam bak. Pencere açmışam bak. Bak orada. Bir bakıyor. Sağ ol. Get otur. Baba, bunu koy. Yaxşı, gözlə. Belə hamı uşaqları yedizdirdim. Buraları da bir əl gəzdirdim. Bir dənə bu stəkanları yudum ki, çay çək. Dünən maşında az qab var idi, ancaq stəkanlar idi. Dünən evdə olmadıqda. Ona görə heç eləmədim, qoşmadıq. Dedi, indi səhərdə yeyək, sonra qoşarıq. Az qab var içində, yalan qoşmağa dəyməyək. Bir də Amir də oynasın. Onlar yudu, gedim onları assın. Bunu da atdı İsmail. Bu da yüzsün, sonra da onu yuyacağım. Sonra da yoldaşım iş paltarlarını yuyacağım. Belə. Xanlar, paltarları astım. Burada da yoldaşmış paltarlarını asmışam. Şeyləri, hələ dəsmallarını asmışam. Hələ paltarları yuyulur. Onlar uşaqların paltarlarını yudum, astım. Daha sonra neylədim. Qaynanan bazara getmişdim. Soğan aldı. İsmail əlindən qoymuşuq və mandalina aldı. Alma alıb. Bazar yox olmuş. Yaxşı banan alıb. Yine alma alıb. Burada da tez bazar. Dedi, xala buzxanaya kələmi dolması büküb qoymuşdu, onu elə atdı. Şimdi də Amirə yemək hazırlayıram. Orada da görəsən bunun qaşığı. Amirə də yemək edirəm burada. Biraz yağda doldursun. Qabları da qoşdum, yuyuldu. İndi onu, bu da hələ yuyulu 20 dəqiqəsi var. Belə. Bunlara qutardım. Bir dənə bu qabları da yerləşdirim. Bugün yuduluyurdu bura. Amir də durub ona bir dənə belki çay eləyib içsin. Daha sonra yeməyə pişənə kimi biraz idarə eləsin. Amir də ben çay almışam. Şöyle içə biləcəyim. Belə olur. Pişik qumu görmüşsün, pişik qumun hoş. Suya ama atanda əriyir, belə olur. Almalı falan bir çaydı. Bunu belə içsin. Yeməyi pişənə kimi. Sonra da yemək. Belə xanlar yemək falan yedik, elədik. İndi yığışdırıram. Amir'i yedizdirdim. Amir yatdı. Amma ki İsmail yemək yemədi. Elə biraz çörək yedi. Çörəyin də yarısı burada qaldı. Nə qədər elədim yemədi. Onda dolması qalıb burada. Nə qədər elədim yemədi. Ona görə ona elə yatısı gəldi. Cana yuxum gəlir. Nə qədər elədim yemədi. Gördüm yuxusu gəlir. Saat da 2 idi. Dedim yuvamızı yat duranda səni yedizdirərəm. O yatdı. İkisi də yatdı. Doğrusu Amir də yatdı. İsmail də yatdı. Mən də dedim bu mətbəxi biraz toparlayayım. Daha sonra hələ yoldaşmış paltarları qalıb. Bunları asmamışım. Bunlar qalıb maşında. Onları da asım. Uşaqlar durmamış. Hərsə biraz test bazar işlərimi görüm. Sonra yenə neynəsim çəkərəm. Belə mənim əziz və dəyərli bacılarım. Neynədim? Qabları yığdım maşına. Maşını boşaltıb qabları yığdım maşına. Sonra meyvələri yerləşdirdim. Bunlar köhnə olmalardan indi qoydum ora ki yiyilsin. Bir dənə də özümə çay süzdüm. İnşallah çay içərəm. Taşacaq bu denizə baxıram. Bir də bu
Maşını da boşaldım. Maşını yuyum. Yoldaşımın, inanırsınız, bu bizim maşını yamancına koyur. Yoldaşımın paltarları. Mənim yoldaşım dəmir əritmədə işləyir. O da ki, çox pis, his, pas. Baxın, görürsünüz. Bunun hamısı bir yumadan çıxıb. Hələ mən bu paltarları bir dəfə biz hələ suyun altından keçiririk. Suda 2-3 dəfə duruluyuram. Sıxıram, daha sonra atıram maşına ki, maşını çox xarab eləməsin və bizim o bir maşında bunun üzündən xarab oldu yoldaşımın paltarları ucbatından. Çünki çox pis dəmir falan görürsünüz. Özdə belə əldən getmir, elə bir ki şeydir. Bilmirəm, dəmirdə işləyən yoldaşınız varsa Allah hamısının heç birinin əziyyətini yerdə qoymasın. Budur, o artistika baraban. Gətirirəm buna. Bunu basıram. O indi baxacaq ki, nə qədər çəkilirsə, o dərəcədə artıracaq şeyini, dəqiqəsini. Bu qədər. Bu da yuyulsun. Bunlar da indi bezlə asaram. Uşaqların paltarlarını yığım. Uşaqların paltarlarını yığım sonra. Çünki ipdə yeri yoxdur. Yəqin ki, quruyarlar. Bir 5-10 dəqiqədə gözləyim. Onun kimi də çayımı içim. Sonra asaram. Çayım içim. Belə qızlar. Başlayıram, paltarları yığıram. Hələ nəmdilər. Ona görə içəri asacağım. Ki, biraz da içəridə havalansınlar. Belə qurusunlar. Çünki şu paltarları asmalıyam. Çünki sabah tezdən yoldaşım işlədi. Bilərindən eləyə bilmirəm. Tez baza bunlardır. Asım ilə. Belə, uşaqlar da durdu yuxudan. Bu ağlamaqla məşğuldur. Bu da burada sakit durmurdu. Əlinə biraz alma vermişəm. İndi ona piçenik, banan, bir də alma çəkdim. Onu indi əzib verim. İsmailin də dolmasını qoyun üstünə. Ona da dolma verim. Paltarları yığdım, belə astım. Bilmirəm, görürsünüz ya yox. Bu imkan versə, bu balaca ağlamaqdan bir təhər olub ancaq. Yatır ağlayır, durur ağlayır, acır ağlayır. Ancaq işi peşəsi ağlamaqdır. Sizin uşaqlar ilə də ağlağan. İsmail çox ağlağandır, çox. Həddən artıq ağlağan uşaq. Hər şey üçün ağlayır. Belə, bu hazır. İndi yarım. Tamam, dolmanı koyun üstüne. Ne ağlıyorsan? Yemek ye de. Niye yemirsən? Amir yemiyor. Gel ala ye. Ala. Bu dolmadır da dolma. Belə xanım, İsmail tim elədi. İndi gəlmişəm onun tırnaqlarını tutum. Bir də saçını darayacağım. İsmail saçını biraz uzadıram. Mənə baxsi. Əslində geçirdiyini fenləyəcəm. Göstərəcəm sizə də baxarsın. Otur. Tırnaqları tutum sonra. Belə. İndi qəşəng biraz eləmədim. İsmail imkan vermədi. Deyəm. Bir də çön arxanı çön. Arkası da belə uzundur. Son olaraq da qızlar. Buraları yığışdırdım. Bunları maşına yerləşdirmemə görə əlimdə yudum. Bunda qaynam çatıda yemək pişirəcək. Belə indi də maşına qoşum. Bu da parı qoşuruq. Bu da yusun. İsmail atma. İsmail'i giyindirim. Parımı yatışdırım. Belə tutardım. Növbəti gündən hər birinizə salam xanımlar. Tezən durmuşam yenə. Bugün biraz işlərim var idi. İsmail'i göndərdim bağçaya. Aytə sağ olsun apardı. Bir dənə yalvarmaqla axırca apardı. Mən də bugün otağımı yığışdıracaqdım. Matasız adı qaldırmışam görürsünüz. Altın falan təkib yığışdıracağam. Əlimə nə keçir hamısını basmışam yatağın altına ki ortalıqda heç nə olmasın da. Əvvəl şifaniyerin başında idi. İndi heç bir yoxdur. Bir də onun oyuncaqlardır. İsmailin oyuncaqlarıdır. Onları qoymuşam.
Belə buranı indi töküm, yığım, silim, süpürüm. Yastıqlarımız hava alsın. Sonra da uşaqların döşəklərini atacağım. Onlar da biraz hava alsın. Biraz bu otağı silim. Yenə nəmişlik gəlib. Biraz silim, qəşəng olsun. Sonra yavaş-yavaş yenə nə inəsəm çəkərəm. Belə xanımlar, işim yarım qaldı. Çünki bu bəy yatmadı. Nə qədər elədim, yatmadı. Əslində ana suda əmmişdi. Saat 10-da yeməli idi. Mən də tez baza yeməyini hazırladım. Belə indi verim yesin. Sonra qaldığım yerdə davam edərəm. Belə xanımlar, içini düzəltdim. Qəşəng sildim, elədim. Oralarda sildim. Başlığım falan. İndi divarda sildim. İndi bu tərəf qaldı. İndi uşaqların yerləri qaldı. İndi dedim bu divanı düzəldim, kravatı düzəldim. Sonra da uşaqların yerinə keçim. Belə, bunları da söktüm, dağıtdım belə. İndi gedim sularımı dəyişim. Gətirim bunların da tozlarını alım, yerimi silim. Görüm, olsa bunun yerini dəyişmək istəyirəm, kravatların. Ürəyim sıxıldı, eyni vəziyyətdə durmaqdan. Bilirsiniz ki, mən gərək dəyişiklik edeyim biraz. Ona görə görüm, alınsa dəyişəcəm. Belə xanımlar, belə dəyişiklik elədim yenə. Yəni, Amirin yeri ilə o komotun yerini dəyişdim. İsmail Amir yanımda deyə çox gecələr yatmırdı oradan. Məni görmür, eləmir deyə ağlayır, çox pis ağlayır. Dedim, bəlkə belə eləyim. Əslində bunu çəkəcəkdim yanıma. Amirin beşini bura qoyacaqdım, amma bura yerləşmədi də. Bu enli oldu, oradan keçmədi. Yəni İsmailin beşiği elə yeri bir dənə buradır. Başqa yerə heç yerə sığmır. Belə yapamaz. Biraz da belə yataq. Belə də olanda onu da qaynanam fikirləşib. Qapımız tam açılmır. Buranı yaralayır, ona görə də belə eləyib. Hər nəsə biraz da belə istifadə eləyək, görək. Hoşum gəlməsə, narahat olsam, o zaman şey eləyərəm. Mənim üçün dəyişmək içidir. Hər nəsə belə, indi gedirəm, işim qutardım, saat o bir otaqlarda pis susladım, elədim. İndi bir damcı dincəliyim, ya da görüm nəsə işim varsa eləyim, gedim İsmaili gətirim bağçadan. Belə çıxdım, gedirəm, birinci mağazı girəcəm, bir şey alacam. Oradan da sonra gedirəm, İsmaili götürürəm, gələrəm evə. Soyuqdur, havalıqdır, buz kimi. Belə xanımlar, qaynanam daha çox qəşəng dolma pişirmişdi. Onu yedik, göstərdik. Kartofu da günorta eləmişdik. Atdım onun içinə ki, qalmasın yerdə, yesin o da. Bir də qufma yenə həmişə kimi. Bir də Amirə karşı düzəldirəm. Amir karşı yesin. İkisini yatıstırım. Sonra biraz da mən də içəlim.